Və eyni ilə mən qeyd etdim ki, səməni sözü su ama sözündən formalaşır. Onun tərsi olan mas sözündən rus dilində ana mənasına gələn mat, Misirdə ədalət tanrıçası olan Maat və bunun tınılaşması ilə Nat Hind-Avropa dillərində doğum mənasına gəlir. Oradakı matda tının yılaşması ilə May bizim qarşımıza Yunan bərəkət tanrıçası kimi qarşımıza çıxır. Hansı ki May ayının adı da oradandır və həmin May ilə Umay sözü eyni sözdür. Yəni bizdə güya ki tanrıça deyilən Orxan Yenisey yazıtlarında da olan Umay əslində tanrının doğan sifətidir. Və Umayı bəzən quş rəsmində təmsil edirlər. Və bir çox arxeoloji qazıntıda quş formasında Umayın tapılıb və boyunbağı formasında Umay tapılıb və Umay rəsmləri bəzən başında demək 3 dişli tac ilə təmsil olunur. Həmin o 3 dişli tac hansıdır? Artıq qeyd etdiyim kimi Göbəkli təpədə üzü yuxarı duran M hərfi, Qazax xalçasında olan M hərfi və fikir verin və eyni ilə Umayın başında tac olaraq təmsil olunur. Təbii ki, türklər həmin Umayı çəkəndə, quş formasında çəkəndə, quş nədir? Yenə eyni ilə biz onu harda gördük? Göbəkli təpədə quş və eyni ilə yumurta olaraq. İndi bütün bu ardıcıllıq ki var, bizə onu deməyə əsas verir ki, təbii ki deyilir ki 12 il bundan əvvəl konkret hansısa bir millətdən danışmaq mümkün deyil. Bu həm doğru cavabdır, həm yanlış cavabdır. Niyə doğru cavabdır? Bəli, 12 il bundan əvvəl xalqlar fərqli boylar formasında yaşayırdı. Lakin həmin o Göbəkli təpədə var olan o topluluq ki var, həmin o Göbəkli təpədə olan topluluq daha sonraki kültür davamlılığının olduğunu görürük. Demək ki, həmin topluluq bu kültürü davam elədi. Artıq oradakı topluluq digər topluluqlara bunu öyrədibmi? Yoxsa tamamilə bütün insanların əsas hissəsini onlar mı təşkil edir? Bu artıq ayrıca araşdırılmalıdır. Lakin biz Göbəkli təpədə olan həmin bu adını çəkdiyimiz kültürün Çatalhöyük, Qazax xalçası, Azərbaycanın Novruz xonçasında və həmçinin Türk Umay inancında davam elədiyini görürük. Və burada ən əsas argument nədir əziz qardaş? Bizə deyilir ki, Novruz New Rus sözündəndir. New burada yeni deməkdir, Rus da gün deməkdir. Qeyd edim ki, bizim dilimizdə olan yeni sözünün kökü ilə eynidir. Yəni Hind-Avropa dili ilə eynidir. Buradakı New Rus olsa, yəni burada hansı sözdən gedir? Yeni gün. Lakin Novruz sözü Eni Qoras sözündən formalaşıb. Yeni qor, günəş, az işıq kökü eynidir. Yəni günəşin qorun yenidən isinməsidir. Martın 21-də yeni bir gün mü olur, yoxsa günəş yenidən isinir? Bunu bir ayrıca düşünək. Məsələ bunda deyil. Deyilir ki, türklər Novruz bayramını farslardan alır. Bunu niyə elə deyirlər? Yəni biz Sibir Altayda yaşamışıq, daha sonra bu əraziyə gəlmişik, gələndən sonra da farslardan bunu almışıq. Biz bunu farslardan almışıqsa, Göbəkli təpədə olan həmin hilal, günəş dairə və ortasında nöqtənin simvolunu farslarda olduğunu görərdik. Lakin bu yalnız Türk Novruz xonçasındadır. İzah eləyə bilirəmmi? Yalnız Türk xonçasındadır. Bu ise deməkdir ki, türklər demək ki, Martın 21-ni bilirdi. Sibir Altayda yaşayan Türk Martın 21-ni bilə bilməz. Yəni Sibirdə Martın 21-də təbiət oyanmır. Mayda oyanır. İzah eləyə bilirəm? Yəni türklər həqiqətən də Sibir Altaydan gəlmiş olası olsaydı, onlar Martın 21-ni və Novruz xonçasının atributlarını yaşada bilməzdi. Həmin amma səməni sözü ki var, fikir verin. Həmin o səməni sözü, suama sözü, həmin səməni sözünün köküdür, həm də şam sözünün köküdür. Türklər çam deyir. Orada sıçılaşır. Çam nədir? Yəni yaşıl küknar ağacı ki var daim. Çünki bu Azərbaycan, Anadolu ərazisində yaşayan türklər daha sonra üzü Sibirə gedəndə onlar əkinçiliklə məşğul olmadı. Çünki oranın iqlimi ona o şəraiti vermədiyindən artıq onlar orada yalnız heyvandarlıqla məşğul oldu. Və bu səbəbdən də səmənini orada şam ağacı ilə təmsil etməyə başladılar. Maraqlı bir məqam nədir? Demək ki, Narduqana gəlib çıxır söhbət, düzdürmü? Hə? Narduqana gəlib çıxır söhbət. Yəni Narduqana gəlir, bəli. Bir Hitit mətnində, rəsmində bizim qarşımıza ana tanrıçı olan Kübaba çıxır. Həmin Kübabanın bir əlində nar var, bir əlində səməni var. Hitit dönəmi təsəvvür elə. Yəni 3500 il ən azı dönəmi olan bir rəsmdən danışırıq. İndi fikir verin. Biz Çilə bayramında qarpız qoyuruq və nar qoyuruq. İndi bax fikir verin. Bizim demək şam ağacının digər adı bizim dilimizdə nədir? Küknar. Və yenə bizim dilçilər iddia edir ki, daha doğrusu bizim dilçilər yox da, Avropa dilçiləri iddia edir, bizimkilər də bəli deyir. Demək Avropa dilçiləri iddia edir ki, küknar sözü Yunan dilində yaranmış bir sözdür və buradakı kük sözü hansısa toxum deməkdir. Bizim dilimizdə kök sözü nə deməkdir? Ağacın kökü, meyvənin kökü, bitki mənasında kök. Ya bizim dilimizdə yoxdur bu söz ki. Küknarsa, buradakı kök isə toxum deməkdir. Küknar bilirsən nədir qardaş?
Biz türklər yeşillik deyir, səbzə deyir. Biz bitkilərin o vəzəli, soğan, spanağı nə deyirik? Göyərti. Düz? Demək, küknar, göynar deməkdir. Biz demək, bu ərazidə yaşayanda çilə bayramlarını həyata keçirərkən süfrəyə nar qoyurduq, günəşi təmsil eləmək üçün. Amma üzü Sibirə gedənlər artıq burada həmin iqlimə uyğun narı tapa bilmədiyindən neynədi? O şam ağacının qozasına göynar dedi. Sən indi fikir verirsənmi, bizə dilimiz, tariximiz nə qədər ədalətlidir? Və yenə deyirəm, mənim bu dediklərim iddia deyil və faktları bir-bir qoyuram. Görün, istənilən bir tarixi hadisəni açanda bu qədər fakt bir yerə yan-yana qoymaq mümkündür. Və türklər bu səbəbdən də iki bayram keçiribdir. Biri nar doğan, biri isə Novruz. Nar doğan ən uzun gecənin bitdiyi gündür. Yəni dekabrın 21-i ən uzun gecə bitir və bir də martın 21-i gecə ilə gündüz bərabərləşir. Və bunun izini artıq dedik Şumerlərdə görürük, Misirdə görürük. Orada olan o tanrıçanın da əslində türk dilindəki sözlərlə açıldığını da dedim. Yəni sual verilsə danışaram, yoxsa artıq ümumi mövzu görürəm ki, yoldaşları yorur, mənə elə gəlir ki, yetərlidir. Yəni amma əlimizdəki dəlilləri görürük. Yenə deyirəm, Göbəkli Təpədən günümüzə Xalçada biz onu təsdiqləyirik, Novruz bayramında təsdiqləyirik və həmin o xonçanın atributlarını biz, demək ki, biz Farsdan almış olsaydıq onu, atributlar Farsda olardı. Farsın qoğaldan xəbəri yoxdur. Paxlava deyirəm, Türkiyə paxlavası nə cürdür? Fındığı rəndəliyir. Bu Allahın, Tanrının bizə mərhəmətidir. Sən təsəvvür elə, biz də öz ağlımızla zamana uyğunlaşıb artıq rəndə olduğuna görə fındığı rəndələsək öz itirmiş olardıq. Bu dediyiniz nə? Paxlavanın ortasına fındıqla nöqtə qoyuruq. Yəni bu dediyinizdən də bir şey çıxır ki, bir Rəşad bəy, mən sözə əlavə verim. Bu dediyinizdən də, bax bu dediklərinizin də altında bir daha türklərin Altaydan deyil də, bax elə bizdən gəlməsi, paylaması, yəni bu elə çox dediklərinizin altında elə bu da durur. Yəni məsələ budur. Yəni məsələ budur. Bir, demək Göbəkli Təpədə olan əcdad ilə bizim kültürün daşıyıcıları, daş babaların daşıyıcıları, daş nənələrin daşıyıcılarının eyni topluluq, ulus olduğu, bu topluluğun bir hissəsinin eyni ilə Şumer kültürünün daşıyıcıları olduğunu görürük və yenə deyirəm, biz bu dediyimiz atributları martın 21-də yerinə yetiririksə, biz Sibir Altayda var olmuş bir xalq ola bilmərik. Çünki Sibir Altayda əkinçilik yoxdur və təbiət martın 21-də oyanmır orada. Buradan da müəyyənləşdiririk. Bir, Novruz bayramını biz Farslardan almamışıq. İki, biz martın 21-də Novruz bayramı keçiririksə, demək ki, biz Sibir Altayda var olmuş xalq deyil. Bizə deyirlər ki, türklər heç başqa şey yox. Dili Ural Altay dilində, Altay dilinin alt qrupunda olan bir dildir. Türk dili nə Monqol dilinə uyğundur, nə Tunquz dilinə uyğundur, nə Koreya dilinə uyğundur, nə Yapon dilinə uyğundur. Yəni biz o xalqlardan ən az bir 15-20 min il bundan əvvəl ayrılmışıq. Bizim dilimiz ərəb dilləri ilə Hind-Avropa dilləri, yəni Rusun, İngilisin atası olan əcdadları ilə türk dili olduqca yaxındır. Mən bunu bütün lüğət boyu, bütün sözlər üzrə şəxs əvəzliyinə görə, rəqəmlərə görə, feillərə görə, isimlərə görə təhlilini aparmışam. Yəni dolayısıyla Hind-Avropalılar, Hami Samilər və türklərin əcdadı bir yerdə ən axırıncı dili formalaşdı, ən axırıncı dili. Lakin burada bir siyasi məsələ var da, yenə deyirəm, bu günümüz Hind-Avropa xalqlarına, Rusa, aşağıda Farsa, digərlərinə Avropaya sərf eləmədiyindən onlar deyir ki, siz kənardan gəlmişsiniz. Mən bu dil kökünlə bağlı yazdığım kitabı belə deyim, nə Türkiyədə gördülər, nə Azərbaycanda görməyə çalışdılar. Və fərqli qrupların, belə deyim, adamlarınla, alimlərlə də qabaq-qabağa çıxmışam, danışmışam. Dediyimin bir kəlməsini inkar eləyə bilmirlər. Məsələ onda deyil. Nəyi demək istəyirəm? Yəni ki, biz özümüz öz dediklərimizi eşitməyəndən sonra bizdə qəribə bir şey var. Biz deyirik ki, hansısa fikrimiz var, ermənilər eşitsin, ruslar eşitsin və ya nə bilim indi o digər o kimlər ki var onlar eşitsin. Birinci biz özümüz nə danışırıqsa onu bilməliyik. Və mən Göbəkli Təpəni niyə bayaq danışanda dedim icazə verin, mən birinci danışım, üstünə sual verin. Vallahi mənim bu danışdığım 25 illik əməyin bəhrəsidir. Vallahi başqa mənada demirəm, mənim orta məktəb, institut, magistratura, doktorantura. Bu arada mən tarixçi deyiləm, iqtisadçıyam. Amma tarix, dil kökü üzrə araşdırma aparmışam və dil üzrə də konkret nəzəriyyə yazmışam. Sözüm onda yox. Mənim 5-dən aşağı qiymətim olmuyor. Yəni mən bu savadla və 25 il dayanmadan araşdırmaqla bu nəticələrə gəlmişəm. Yəni birinci biz öz fikirlərimizi dəqiqləşdirib müəyyənləşdirməliyik, özümüz bilməliyik. Ondan sonra da kənara deməliyik. Biz birinci öz içimizdə doğruları bilməliyik və bu formada yayıb özümüzə tərəfdar toplamalıyıq. Yəni mən bunu belə görürəm. Bizim R hərfi var, demək Latin əlifbasında olan. Türk runikində R hərfini bilirsinizmi? Bir zəhmət bilməyənlər eləcə bir dənə yazsın, görsün Türk
Bu runikində r hərfi nə formadır? Mən bilirəm, Hüseyn qolunda Nasıl? var da türk Amma sözünün. belə formada Bəli, bəli, r. olmuş Həmin var. r bilirsiniz hansıdır Ella xanım? Bilirəm. Yox, kökü hardandır bilirsiniz? Yox, kökünü bilmirəm. Mən Ayşə, belə deyim də, yox, mən sizə qərəz bildiyim mənasında demirəm. kök Bir dənə o r çekilir. hərfinin kökünü tapanda məsələ bağlanır. Qobustanda Hə, onu adamları bilmirəm. görürsünüz də. Qobustanda adamları görmüsünüz, əlləri Bəli, belə bəli, qəribə tutur. Həmin o ər adam, ər sözü, həmin o r hərfindən eynidir. İndi bir gözünüzün qabağına gətirin, görün eynidir yoxsa yox. Yəni türklərin yazdığı r bizim Qobustandakı adam damğasından çevrilməlidir. Ha bunu biləndən sonra sən nağıl danış Sibir Altay. Qobustan gözümün qabağındadır da. Yəni Ay Qobustandakı sağ ol, hə. gözümüzün Camaat qabağındadır. müəllim gəlir, camaat o birisi, bu birisi Fransız, İngilis, Qobustanı görüb ağzı aralı qalır.